Sağır vaxtınız xeyir olsun değerli futbol severleri. Haradayıq? Lənkəran Lisi Futbol Ligasındayıq. Açılış maçında 2002 ile Lotol 2011 komandası üstə gəlir. Heyətlisi Tanşidə 2002 komandasında 11 Fərid Hüseynov'du, 9 Şayqal Lavizyev, 4 Tural Cevadov, 10 Necat Necafov, 8 Mahir Həsənov, 32 Kamran Heydarov. Bu 2002 komandasının heyətiydi. İndi isə Lotol 2011 komandasının heyətini sizə təqdim edək. Qapıda Orxan Əliyevdə 13 nömrəli qalkiper, 5 Yunis Letifzadə, 16 Rəşid Mirseyev, 6 Cavid Məmmədovdur. 7 Elxan Əskəlzadə, 13 Murad İsmailzadə, 10 Əmrah Xəlilov, 14 Toral Şah. Beləliklə, Lotol 2011 komandası tünd qara geyimdə demək olar və rəqibi 2002 isə onlar açıq göy geyimdə və qara zolaqlı geyimdə çıxış edirlər. Və baxaq, ötən sezonun ən nəhəng komandaları hal-hazırda üz-üzə gəlir, hansı tərəf açılış maçındaca ilk 3 halını aktivinə yazacaq. Hücum həmləsi hal-hazırda Lotol 2011 komandasından ötürmə sağ cinata ünvansız alınır demək olar. Çatmaq mümkün olmadı, amma toxunuş var idi. Növbəti out yenə Lotol. Korner təyin edilir. Geridə götürmədən sonra out 2002. Ötürməyə çatmaq mümkün olmadı. Fərid Hüseynova ötürülən top qüvvətli alındı və nəticədə yenidən Lotol komandasının hücum həmləsini izləyə bilərik. Ötürmə sol cinatı 10 nömrəli oyunçu Əmrah Xəlilov. Birebirdə çox təhlükəli oyuncudur Əmrah Xəlilov, yaxşı ötürmələri də var. Gerilərə doğru yenidən qayıdır top. Orxan Əliyev. Top yenidən 2002 komandasında. Yine yan xəttən top oyuna daxil ediləcək. Out Lotol. Toral Şahdan ötürmə sağ cinatda. Qarşıladılar. Qalkibirdə qalır top. Hücum həmləsi 2002 komandasından qapıya doğru zərbə də var və qapıda inanmalı təsiri başladı Orxan Əliyev. İkinciden zərbə. Vaxtında qapısını tərk etmişdi qalkiper. Və demək olar zərbə bucağını tam şəkildə qapattı. Korner yerine yetirilir. Qısa ötürmə ilə başladılar. 2002 komandasının hücum həmləsi yaxşı alınmadı bu dəfə. Əvəzinə Lotolun hücumu izləyə bilərik. Xəlilov onun qarşısını kəsə bildi. 2002 komandasının oyuncuları buna baxmayaraq Toral Şah indi topla qalır. Toral Şah uzaqdan qapıya doğru zərbə və son anda qalkiper. Çox təhlükəli zərbə Toral Şahdan gəlir 4-cü dəqiqə. Yenə Toral Şah. Komanda yoldaşı ilə oynuyor. Daha dəqiq desək 5 nömrəli oyuncu Yunis Letifzadə idi bu. Yerdə qalır və cərmə zərbəsi. 5-ci dəqiqədə çox təhlükəli nöqtədən standart vəziyyət təyin edilir. Cəmi 2 nəfərdən ibarət canlı set qurulub. Ev tapşırı kimi oynadılar, amma sonuncu ötürməyə imkan vermədi. 2002 müdafiəçiləri ən azından gün zərbəsi yerinə yetirmək olar.
Lotul komandası gün zərbəsi yerinə yetirir. Xəlilovun zərbəsi isə, daha doğrusu Yunis Latifzadənin zərbəsi idi bu. Çərçivəyə yönəlmədi. 5 numaralı oyuncu Məsonun son zərbəsi idi. Ön xəttə pressing Əmrah Xəlilovdan davam edir. Böyük ihtimal bu təzyiq komandaya qol gətirə bilər. 2002 komandasının hücumu o qədər təhlükəli alınmadı. İndi əksiyum şansı ola bilər. Lyotul'un hücumu. Xəlilov. Yenidən top 2002 komandasında və növbəti out təyin edilir. Cəmi bir dəfə bu dəqiqələr ərzində təhlükəli hücum izləmişik, zərbə izləmişik. Ki, qarşılıqlı top itkilərlə keçən maçda nəticə dəyişməyib. Yenidən top Lyotul komandasında. Out. Lyotul 2011. Dəfələrcə çempion olmuşdur Lyotul 2011 məhz 14-cü sezonda artıq oynanılır. LFL, yəni Lənkəran Lisey Futbol Liqası adlanan bu turnir 14-cü sezonda artıq oynanılır və zənnimcə ən çox çempion olan komanda Lyotul 2011'də. Rəşid Mirzəyevdən ötürmə sağ cinata. Mərkəzdə Rəşid Mirzəyev 16 nömrəli forma giyinir. Top isə Tural Şahda. Təsiz cinat dəyişir Tural Şah. Out nəticə 2002. 2002 komandasından maraqlı qollar izləmək şansımız var. Çünki uzaqdan da çox yaxşı zərbələrə malik oyuncuları da var. Xəlilovunlara ötürməsi ünvana çatmadı. Top yenidən 2002 komandasında 7-ci dəqiqə oynanılır. Uzaqdan qapıya doğru zərbə endirmək olar və elə bunu da etdi 2002 komandası. Bunu da etdi 2002 komandası. Lakin hələ ki hesabı dəyişmək mümkün deyil. Daha bir cəhət. Son zərbə 4 nömrəli oyuncu Rauf Cavadovdan gəlir. Müdaxilə var idi. Corner. Ardıcıl təhlükəli hücumlar artıq siqnal verməyə başladı. Erkən qolu da əslində izləməyi düşünürdük, amma açılış maçı olduğuna sanki ən ağır maçlardan birini hal-hazırda nümayiş etdirdilər bizə və bu maçda da hesab hələ ki açılmır. Son zərbədə qeyri dəqiq və qapıdan top oyuna daxil ediləcək. Erkən qolunu artıq unudaq. Maraqlı olan məsələ isə hesabın hansı nəticə ilə bitməsi olacaq. Burada isə Tural Şahdan 50 müdaxiləyə görə hakim tərəfindən xəbərdarlıq edilir. Bəlkə də vərəqə də verildi 14 nömrəli oyunçuya. Bu rakursdan görmək təəssüf ki mümkün olmadı. Top isə 2002 komandasında. İlyas uzun ötürmə qarşıladılar. Lyotul komandasının hücuma başlaya bilər, amma yox. Yenidən 2002 komandasında müdaxilə və sonda isə səhv etmirəmsə out təyin ediləcək. Daha öncə isə foul qərarı, növbəti cərimə və top yenə 2002 komandasında. Zərbə böyük ihtimal birbaşa çərçivəyə ünvanlanacaq, elə də olur. Burada isə Orxan Əliyev təcrübəsi ilə çox rahat, təmkinlə zərbəni dəf edə bildi. Korner yerinə yetirməlidir 2002. Ötürmə, qeyri dəqiq və out Lyotul 2011. Lyotul komandasının hücumu yox, yenə alınmadı. Hər iki komanda müdafiə zonasında etibarlı təsir bağışlayırlar. Buna baxmayaraq Lyotulun çarpazdan hücumu gözlənilir və qapı tiri. Qapı tiri qoldan xilas etdi bu dəfə zənnimcə. Artıq onun qarşısını heç nə kəsə bilməzdi. Qola çox yaxınlaşdı yenə. Lyotul. Kimin hücumu və bu hücumda nəticəsiz qalır. Hesab açılmaz olaraq qalır. İlk 10 dəqiqə demək olar arxada qalır və hələ də qolu yoxdur. Hələ də qolu yoxdur. Rəşid Mirzəyev geriyə doğru oynayır. Orxan Əliyev komandanın qalkiberi topladı. Ötürmə Yunis Latifzadəyə. Tural Şah.
Emrah Xəlilov oynuyor. Onun ötürməsi isə ünvana çatmadı. Hər hansı toxunuş olmadan top meydançanı tərk edir. Out 2002. Orada isə uzun ötürmə ilə Şaiq Allahverdiyevi qol ötürməsi ilə təmin etməyə çalışırdılar, lakin ötürmə qüvvətlə alındı. Rəşid Mirzəyev ötürmədə qeyri-dəqiqlik. Eyni aqibət 2002 komandasını da tapdı və yenidən Orxan Əliyev top oyuna daxil edir. Xəlilov korner təyin edilir. Qalkiberdə qaldı top. Təhlükəli ötürmə alınmadı. Hakim isə 2002 komandasının qapısına doğru cərimə təyin edir. Üç nəfərdən ibarət canlı set hal-hazırda 14 nömrə oyuncu Turalın qarşısında. Ev tapşırığı kimi də oynamaq olar. Hakimin start fitini gözləyirik. Top oyuna daxil etmək olar. Zərbə isə canlı setdən qayıdır. Növbəti out yerinə yetiriləcək. Toral Şah geriyə doğru. Orxan Əliyev yenidən Toral Şah. Ara ötürməsi keçmədi. 2002 komandasında əks cümləsi qura bilər, lakin son müdaxilə Rəşid Mirzəyevdən gəlir. Növbəti out 2002. Ən uzaq küncə ünvanlanır ötürmə. Qapıya doğru zərbə də var və Rauf Cavadov idi təhlükəli zərbənin müəllifi. İlk toxunuşda topu ram etdi, ardından isə çərçivə yönətməyə çalışdı Cavadov. Hədəfdən azca yayınır. Xəlilov ötürmə sağ cinahda. Yenidən Xəlilovu düşündülər, amma alınmadı. 2002 komandası out'u yerinə yetirəcək. Kafadan top oyuna daxil edilməlidir. Hücumda nəticəsiz qaldı az öncə. Diqqət mərkəzində yenə Cavadov idi. Yunus Lətifzadə. Yenidən Yunus. Xəlilov. Ara ötürməsi keçmədi. Növbəti out. Latol 2011. Yenidən Xəlilov çapazla yıxılır və son anda qapı dirim. Təhlükəli zərbə gəldi 10 nömrəli oyuncu Emrah Xəlilovdan. 2002'nin hücumu. Fərid Hüseynov. Yenidən Lotol komandası topu qaytarmaya yaxındı. Out Lotol 2011.
İlk 15 dəqiqə artıq arxada qalıb, hələ də hesabda dəyişiklik yoxdur. Tərəflər arasında hal-hazırda heç bir hesabda qol yoxdur. İlham Eskərzadənin hiləgər vuruşu isə qalkiper üçün o qədər təhlükəli alınmadı. Əliyevdən ötürməm. Lotl komandasının indi hücumu yenidən qurula bilər. Uzun ötürmə irəliyə doğru və qalkiper iki cəhətdə topu uzaqlaşdıra bildi. Növbəti out Lotl 2011. Ardıcıl top ateşine tutmaya çalışır çərçivənin Lotl komandası. Və bununla da bir cərmə qazanarlar. Əl oyuna görə standart vəziyyət təyin edilir. İhtimal var ki, VAR-a da baxılsın. VAR-a baxıldı və qərar təsdiq edildi. Cərmə zərbəsi yerinə yetiriləcək. 17-ci dəqiqədə qol imkanı Lotl 2011 komandasında. Zərbəni 14 nömrəli oyuncu Tural Şah yerinə yetirməlidir. Tural Şah zərbədə endirir və top qapıdan aralı keçdi. Amma deyilsən toxunuş var idi. Yoxsa yox, hər hansı bir toxunuş qeydə alınmadı. Qapıdan top oyuna daxil edilməlidir. ...2002 komandasının hücumu. Uzun ötürmə ünvana çatmadı. Qapıdan top oyuna daxil ediləcək. Yunis Latifzadeh. Komandalaşıl oynuyor. Tural Şah. Ondan top itkisi. 2002 komandasının hücumu və yeni Orxan Əliyev çox soyuqqanlı davranır. Rəqibin fərqlənməsinə yeni imkan vermədi. Əvəzində isə əks hücum şansı izləyə bilərdik. Alınmır. Yox, hər iki komanda tez-tez top itkilərini yol verir. Və bu da təbii ki, oyunda çox yüksək sürət və dinamikanın olması, prinsipiallığın olmasından irəli gəlir. Hansı oyuncuda top olarsa dərhal ən az 1-2 oyuncu rəqibini əhatə edir, topu qazanmağa çalışır. Görünür, hesab da o qədər, əgər bu tempdə davam edərsə, böyük olmayacaq. Növbəti gün zərbəsi. Daha da edilsək, out təyin edilir. Ötürmə qeydiyə qalınır və yenə də qapıdan top oyuna daxil ediləcək. İlk hissənin əsas vaxtının təqribən son 7 dəqiqəsinə yaxınlaşırıq. Növbəti out 2002. ...2002 komandasının hücum cəhəti. Qalkiper top oyuna daxil etməlidir. Əliyev. Yunis Latifzadeh. Tural Şah. Yunis Latifzadeh. İlham Eskərzadədən geriyə doğru. Tural Şah. Xəlilov. Qeydiyə qalınır ötürməsi və növbəti out 2002. 20-ci dəqiqə artıq oynanılır. Hesabda dəyişiklik yoxdur, amma gedişat onu göstərir ki, artıq tərəflərdən biri %100 fərqlənəcək. Ən çox da Lotl buna yaxın bir mübarizə aparır. Boşluqları tapmaya çalışırlar. 2002 komandası isə daha çox sanki əks hücuma meylənib. Çox da irəli atırmırlar, yalnız bir oyuncu ön xəttdə görülür. Bu isə böyük hallarda 9 nömrəli oyuncu Şaiq Allahverdiyev olur. Təbii ki, onun da yaxşı vuran ayaqları var. Desə yanılmarıq.
Zannimcə bu maçda fərqlənə bilən simalardan olacaq. Ama tabii ki zaman bunu az çok bizlərə dəqiq nümayiş etdirə bilər. İndi növbəti hücum həmləsi gələ bilər. Alimador Xəlilov burada çox dəqiq oynayır, vaxtında müdaxilə edir. Əks halda 2002 komandası artıq qapıcı ilə üzbüz qalacaqdı. Növbəti out 2002. Uzaqdan qapıya doğru zərbə və Orxan Əliyev yenə qapısında möhtəşəmdir. Təkərlə müdaxilə kifayət etdi. Yine uzaktan zərbəydi. Bu zərbə isə geri deyil. Xəlilov. 13 nömrəli oyuncu. Murad İsmailzadə ilə Tural Şahın divar ötürməsi yaxşı alınır. Zərbə isə alınmadı. Vaxtında qalkiperdən müdaxilə. Yenidən Xəlilov topladı. Kamil Başıl oynuyor. Out. Derhal yerine getirildi. Yeniden goalkeeper topu oyuna daxil etməlidir. Uzaqdan qapıya doğru zərbə və təhlükəli hücum idi. Gəlin etiraf edək, bu hücum artıq qola daha da yaxın epizod idi. Rauf Cavadovun zərbələrini izlədik. Təhlükəli zərbə ilə yadda qalır Cavadov az öncə. Out 2002. Murad İsmailzadədən top meydançanı tərk etdi. 2002 komandasının hücumu. Cavadov. Geride qalır zərbə və qapıdan top oyuna daxil ediləcək. Yunis Tefsade. Xəlilov. Toral Şah. Yeniden Yunis. Xəlilov. Qalkiper yumruqluyur və gün zərbəsi. Növbəti out 2002. Beləliklə, ilk hissədə hesab açılmadı, ikincisi də yenidən görüşənədək. Qısa bir fasilə ayrılırıq, yanımızı izləməyə devam edin. LFL, Lənkəran Litsey Futbol Liqası. Beləliklə, ikincisi də yenidən hər birinizi salmayırıq. İlk hissədə hesab açılmadı. Tərəflər arasında sülh bağlanıldı sanki. İndi isə həll edici hissə oynanılır. Zənnimcə bu hissədə artıq gol görəcəyik. Çünki ilk hissənin son 10 dəqiqəsində demək olar çox kəsərli hücumlar izlədik. Tərəflər sanki gol istəyirdi. Artıq bu hissədə zənnimcə çox gözləməyəcək. Cavid Məmmədovdan geriyə doğru Orxan Əliyev istiqamətini ötürüldü top. Toral Şah topladı. Aşırma vuruş və son anda goalkeeper. İkinci hissə təhlükəli başladı. Məhz Liotol 2011 komandası. Korner yerinə yetirir Xəlilov. Toral Şah. Hücum həmləsi 2002 komandasından, amma Orxan Əliyev vaxtında topa müdaxilə edə bildi. Öndə görmüşdüm Orxan Əliyev 2002 komandasının oyuncusu, amma sağlığını itirmədi goalkeeper. Növbəti alt yerinə yetirəcək 2002 komandası. Taban ötürməsi əla, amma ünvana çatmadı.
Şagalov Vedyev Nicav Necafovu düşündü. Növbəti hücum Xəlilov. Toralşa. İkinci zərbəsi yerinə itirilməlidir. Daha doğrusu out. Daha önce out təyin edilir. Demək olar yeni nöqtədən ardıcıl ikinci dəfə yan xəttdən top oyuna daxil edildi. Hesabda isə hələ ki dəyişiklik yoxdur. Qapıdan top oyuna daxil ediləcək. İki komandasından hücum həmləsi. Fərid. Təhlükəli alındı zərbə, amma ən əsas məsələ hesab açılmadı Fərid Hüseynovun zərbəsindən sonra. Toralşa. Geri oynuyor Orxan Əliyev. Yine Toralşa. Cavid Məmmədovun ötürməsindən sonra müdaxilə var və növbəti out. Cavadov. Cavid Məmmədov qarşıladı. Orxan Əliyev. Xəlilov. Qapıdan top oyuna daxil ediləcək. Qayda pozuntusu qeydə alınır. Cərmə zərbəsi. Fərid Hüseynova qarşı Toralşa qaydanı pozdu. Yine golkiper top oyuna daxil etməlidir. Bu isə Toralşahın zərbəsi idi 14 nömrəli oyunçu və bu zərbədə də dəqiqlik çatmadı. Qarşılıqlı hücumlar şəraitində keçən maçda hələ ki gol yoxdur. Hesab açılmır ki açılmır. Futbolun gözəlliyi isə təbii ki birinci dərəcəli elə onun qollarındadır. Baxımlı qollar hər zaman unudulmur. Möhtəşəm comebacklər ümumiyyətlə tarixə düşür. Bir maçda qol olmadısa təbii ki istər-istəməz intrigada daha az yaranmış olur. Bu maçdan isə qol gözləntimiz çox olsa da hələ də demək olar 30 dəqiqə yaxındır ki ümumiyyətlə ən təhlükəli hücumlar zamanı ən maksimum təhlükə qapı tiri və ya qalkiperlərin sevləri olub. Bu da daha bir şaşırma zərbə idi. Fərid Hüseynovdan qüvvətli bir qədər alındığı zərbə və top qapının üstündən keçdi. Murad İsmailzadə. Divar ötürməsi Xəlilovla yaxşı alınmadı. Out 2002. Xəlilov. Qalkiper dəf edir və corner. Yine de qapıdan top oyuna daxil ediləcək.
Ferit Hüseynov. Hüseynov'dan yalan hareketler. Kapıya doğru zərbede var ve gol! Şaygalı Vilcev hesap açtı. Təcrüb bu golun təkrarını izledik. Önce Ferit Hüseynov'dan muhteşem hareketler. Yaxınlaşır kapıya ve ardından dərhal Şaygalı Vilcev topu tora daxil edir. Beləliklə, LFL Lig'də ilk gol Şaygalı Vilcev'in ayaklarından gelir ve 1-0 2002 komandası hesapta öne geçir. Baxaq, Lötul'un cevabı özünü çok mu gözlədəcək? Xeyli fürsətlərini hər iki tərəf boşa verirdi ilk hissədə. İkinci hissə isə golla başladı. 2002 komandası ve Şaygalı Vilcev'in mükemmel goluyla hesap açıldı. Golda ise büyük pay Ferit Hüseynov'da da 11 numaralı oyuncu necə gözəl daşıdı onu hücum xəttine topu ve artık bu epizod golla tamamlanmalıydı. Toral şah yoxluyor ve top kapıdan aralı geçti. Kapıdan top oyuna daxil edilir. Hesapta üstünlük 2002 komandasında. Ümumiyyətlə 2002 komandası sanki İspanya təmsilçilərindən müqayisəyə bir dənə gətirsək, yəqin ki Atletico kimi müqayisə etmək olar. Çünki həmin komanda özləri də çox sıx müdafiə futbolu göstərirlər və əks hücuma meyilli oyun göstərir hal-hazırda 2002 komandası və bu hücumlardan birində artıq gol hissələrini reallaşdırdılar. İndi isə bu müdafiəni yarmaq mümkün olacaq mı? İlk hissədə demək olar bu mümkün olmadı. İkinci hissədə əgər Lyotul 2011 komandası yenə bunu bacarmasa və elə hesab belə də başa çatarsa 2002 komandası sezonun açılış maçındaca debut maçda ilk maçında ilk qələbəsini əldə edə bilər. Növbəti out yerinə yetirəcək Lyotul 2011. Out, Lyotul 2011. Toral şah karşılayır. Onun ötürməsi ise ünvana çatmadı. Yeniden hücum hamlesi. Lyotul 2011 komandasında Xəlilov. Azca deften yayınır Xəlilov ve kapıdan top oyuna daxil edilecek. Tehlikeli hücumla yatta kaldı yine Lyotul 2011. Növbət out 2002. Toral şah topla kalır. Ve Murad İsmailzade hesabı beraberleştirir. 1-1 olur hesap. 34. legen sonlarında mükemmel golla Lyotul 2011 komandası maçta tarazlığı berpa edir. Burada golün tekrarını izledik. Elektirmeden sonra Murad İsmailzade döner dönmez topu tora daxil edir ve Lyotul 2011'in beraberlik goluna imza atır. Demək olar ki, her şey yeniden başlayacak. Yeniden bu dəqiqələrə qədər qalibi müəyyənləşdirmək çox çətindir. Artıq maçta 2 gol var. Bir gol 2002 komandasından, diğer gol ise az önce Lyotul 2011 komandasından gelip en azından bir qələbə topu maçta olacaq mı? 2002 komandasını topladı. Qarşıladılar. Kapıdan top oyuna daxil edilir. Toral şah topladı. Gerilere doğru ötürülür top. Golkiper topla kalır.
Yeniden Tural Şah topladı. Tural Şah ve top kapıdan aralı geçti. Tehlikeli zərbeli geldi. Yine Loto 2011 komandası. 36. dakika oynanır. Hele ki maçta vaziyet eynidir. Xəlilov. Zərbə qarşı ötürmə sadəcə rəqib qalkiberin əllərində qalır. 2002 komandasının hücum əmrəsini izləyə bilərik. Fərid Hüseynov. Komandalaşını düşünsə də ötürmə ünvana çatmadı. Növbəti out. Lotol 2011. Xəlilov. Qarşıladı müdafiəçilər. Tural Şah çatır topa. Amma topu meydanda saxlamaq mümkün olmadı. Daha öncə isə faul qərarı qeydə alınır. Davam etdirmələr oyunu. Yeniden 2002 komandası topladı. Yunusretiv Sadə qarşılayır. Ötürmə sağ cinatı. İsmailov'dan tabir ötürmə. Tural Şah ve top doğru daxil olur. Tural Şah 14 nömrəli oyuncu. Lotol 2011 komandasını hesapta öne geçirir. Golun tekrarını izledik. Tural Şah bu dəfə sol ayaqla yoxladı ve topu tora qovuşdurabildi. Bu mühteşem goldan sonra Lotol komandası geri dönüş etmiş olur ve 2-1 hesapta öne geçir. İlk maçta qələbəsinə çox yaxınlaşdı Lotol 2011 komandası. Təqribən son 10 dəqiqə vaxt qalıb. İndi bu vaxt ərzində 2002 komandası maksimum irəli atılmağa çalışacaq. Artıq müdafiə futbolu onlara kömək edə bilməz. Ən gözəl müdafiə isə tarixən vurğulanır ki, hücumdur. Əgər yaxşı müdafiə olmaq istəyirsənsə, çox sayılı hücumlar etməlisən. Və onun üçün də əslində dözümlü cinah müdafiəçilərində olmalıdır. Həm sürətli, həm dinamik. Min futbolda isə belə oyunculara tez-tez rast gəlinir. Müxtəlif keyfiyyətlərini irəli sürərək bəzi turnirlərdə adlı sanlı oyunculara çevrilirlər. Baxaq 2002 komandasında bu baş verəcəkmi? Bu dəfə geri dönüş 2002 komandasından gözlənilir. Hücum əmrəsi 2002 komandasından. Fərid Hüseynovun zərbəsi idi bu və çox geridə qaldı bu zərbə. Baxmayaraq ki, maçda ilk golun memarıdır. Məhz onun ötürməsindən sonra hesab açılmışdı. Şaqallah Verdiyev hesab açmışdı. Növbəti təhlükəli hücum Xəlilovun zərbəsi idi bu. Qarşıladılar. Daha bir cət. Yenə blok qoyur oyuncular. Hətta qalkiberində müdaxiləsi var idi. Ən son zərbədən sonra isə top qapıdan aralı keçdi. İlk golun müəllifi, yəni daha doğrusu komandasının ilk golun müəllifi Murad İsmailzadənin sonraki zərbəsi idi bu. Alt yerinə itirəcək 2002 komandası. Daha bir out. Out Lotol 2011. Orxan Əliyev. Yeniden Orxan. Komandalaşıyla oynuyor. Ötürmə isə Murad İsmailzadəyə çatmadı. Qapıdan top oyuna daxil edilir. Cavadov. Cavadov və Orxan Əliyev ram etdi topu. Növbəti hücum cəhdi.
Şayq Allahverdiyev. Toxunuşu var və ikinciden zərbə. 41-ci dəqiqədə gün zərbəsi yerinə yetirəcək 2002 komandası. Növbəti out. Allahverdiyevə top çatmadı. Ötürmə xeyli hündür alınır və qapıdan top oyuna daxil ediləcək. Liverpool komandasının bu hücumu da baş tutmadı. Dabircət yenidən 2002 komandasına keçir top. Resanov topu qaytardı və daha bir top itkisi. Xəlilov qolkiperin əla müdaxiləsi, hücum həmləsi davam edir. Daha bir ötürmə və bu ötürmə isə ünvana çatmadı. Ölmüş bir hücumdan qol vəziyyəti yaratdı Liverpool 2011, amma son toxunuş lazım idi ki, bəlkə də fərq 2-yə yüksələcəkdi. Əvəzində 2002 komandasının hücuma başlaya bilər. Cavadov. Şayq Allahverdiyev, ondan da top itkisi var. Daha öncə isə cərimə zərbəsi. 9 nömrəli oyunçu Şayq Allahverdiyevə qarşı qayda pozulub. Elə cərimə zərbəsini də özü yerinə yetirəcək və cəmi qarşısında bir nəfər canlı səhv var. Artıq 2 nəfər oldu. Top canlı səhvdə açdığı kimi qapının da bir xeyli üstündən keçir. Qapıdan top oyuna daxil edildi. Yenidən top Şayqa gəlir və onun bu zərbəsi də qeyri-dəqiq alındı. Tələsdi bir dəfə Şayq Allahverdiyev. 2002 komandasının ilk qolunun müəllifi. Dabircət və bu cəhətdə nəticəsiz qalır. Resanov 8 nömrəli oyuncu bu dəfə məhz o yoxladı şansını. Top ayağına keçər-keçməz çərçivəni çalmağa çalışdı. Tələsirlər artıq 2002 komandası, bu da təbiidir. Hər keçən dəqiqə, hər keçən saniyə artıq onları məğlubiyyətə daha yaxın edir. İndi Xəlilov topladı. Xəlilov bir oyuncunun Allah'ta ötürməsi çatmadı. Ünvanlıqdakılar epizod və yenə olmadı. Qaydan topda qolkiper qolu mane olur. Xəlilovun zərbəsi idi bu və növbəti korner Liverpool 2011. Qarşılığı yaranır cərimə şahsı daxilində və həndəvərində. Top isə uzaqlaşdırıldı və out 2002. Cavadov topladı. Toxunuş var idi mi? Yox, top Liverpool komandasına keçdi. Xəlilov ötürmə sol şanatda Toral Şah. Növbəti out 2002. Daha bir out Liverpool 2011. Toral Şah. Xəlilovun ötürməsi. Yenidən Toral Şah. Sonda isə top qolkiperdə qalır. Cavid Məmmədov. Lətif Sadiyəm. Toral. Qapışını keçmək mümkün olmadı. Əks hücum şansında 2002 komandasında ola bilər.
Şahiq Allaverdiyev. Cavid Məmmədov mane olur və top Lyotul komandasında. Uzaqdan özü yoxlayır şansını və son müdaxilə qalkiberdən. 6 nömrəli oyuncu Cavid Məmmədovun müdaxilə zərbəsindən daha doğrusu sonra qalkiberin dokunuşu var. Korner dərhal yerinə yetirildi. Bu dəfə isə qapıdan top oyuna daxil ediləcək. Oradan da çox maraqlı, çox əzimkar mübarizə izlədik. Dramatik maçı demək olar buna. Maçda ilk gol məhz 2002 komandasından gəlmişdi və geri dönüş etmiş oldu. Lyotul 2011 komandası. İndi isə ilk turda, debut maçda ilk qələbəsini qazanmağa çox yaxındır. Lyotul komandası Fərid Hüseynov indi topladı ilk golu Meymara. Ötürməsi yox, zərbə idi bu. Zərbə qarşı ötürmə də demək olardı buna və Orxan Əliyevdən kritik reaksiya. Burada isə Xəlilov yerdə qalıb. Hakim Mələk oyunu saxlayır. Yüz nahiyəsinə deyəsən toxundu top. Faul edən tərəf isə Lyotul komandasıdır. Cərmə zərbəsi 2002 komandasına aiddir. Yenə 2 nəfərdən ibarət canlı set var. Artıq bir nəfərə inir bu canlı set. Fərid Hüseynov. Yenə Orxan Əliyevdən əla müdaxilə. 9-luğu nişan almışdı Fərid Hüseynov. Və bu müdaxilə sonrasında top hətta rəqib düşərgəsinə qədər qayıdır. Qapıdan top oyuna daxil edilir. Doralşa, ondan top itkisi var. Fərid Hüseynovun ötürməsi isə ünvana çatmadı. Yenidən Fərid. Ən sağda Kamal Dadaşına Cavadovu tapır. Şahiq Allaverdiyev. Bu dəfə sol ayaqla, amma bu dəfə də olmadı. Yaxınlaşdı bərabərlik olunan demək olar. Təhlükəli zərbə idi 2002 komandasından, amma nəticə hələ ki dəyişməz olaraq qalır. ...2002 komandasının bəlkə də son hücum şansı. Artıq vaxt demək olar başa çatmaq üzrədir. Yenə Fərid Hüseynov qaydan top və Orxan Əliyevdən kritik müdaxilə. Bu da kimin final fiti? 3 hal Lyotul 2011 komandasına getir. Lyotul 2, 2002 1.